Bu tanınmış judo məşqçisi Rəşad Məmmədovun karyerasına və onun Azərbaycandan niyə getdiyinə qısaca bir baxışdı. Bilirsiniz, Məmmədov İdman Biz saytına bir müsahibə verib və orada Azərbaycan yığmasındakı dövrünün niyə bitdiyindən və indi İran millisinin baş məşqçisi kimi nələr etdiyindən danışıb. Birincisi, gəlin görək o Azərbaycandan niyə gedib. Deməli, 2024-cü ilin sonunda federasiya onunla müqaviləni yeniləməyəndə o başa düşür ki, artıq burada ona ehtiyac yoxdur. Düzdür, Şimali Makedoniya və Çindən də təkliflər gəlir, amma o doğma Bakıya yaxın olsun deyə məhz İrana üstünlük verir. İkinci maraqlı məqam, kişi və qadın idmançılarla işləməyin fərqləri. Məmmədova görə qadınlarla işləmək həqiqətən daha çətindir. Deyir ki, onların psixologiyası tamam fərqlidir və hər birinin necə deyərlər, düyməsini tapmalısan. Ən rahat işlədiyi idmançı isə Irina Kinzerski olub. Onun psixoloji dözümlülüyü o qədər güclü olub ki, Məmmədov ona güllə keçirməz deyirmiş. Və nəhayət, Məmmədovun İrandakı yeni həyatı. Baxın, cəmi yarım ildə oradadır, amma artıq ölkə üçün tarixi bir nəticə qazanıb. Onun rəhbərliyi ilə ilk dəfə bir İranlı judoçu İslam oyunlarında medal əldə edib. O, həmçinin İrandakı stereotiplərin çoxunun əfsanə olduğunu deyir. Və ən maraqlısı oldu ki, indi o İran millisini elə Bakıda keçiriləcək dünya çempionatına hazırlayır. Bir sözlə, Rəşad Məmmədov Azərbaycanda karyerasının bitdiyini düşündüyü bir vaxtda öz təcrübəsini qonşu ölkədə yeni uğurlara çevirməyi bacarır.